Herkese salam. Hal-hazırda 09.08.2026 saat 13:44. Mən ümumi olaraq videolarımı izləyənlər mövzunun nə olduğunu bilirlər və nə qədər ciddi olduğunu da bilirlər. Və mən videolarımda hər şeyi faktlarla danışıram. Danışmağa da davam edirəm hal-hazırda. Məni tanıyanlar bilir ki, mən özümü ümumiyyətlə süddən çıxmış ağqaşı, günahsız, yəni ki, hər hansı bir səhvimin olmadığını heç vaxt deməmişəm bu sözümə özümə. Nədir, hardasa. Yəni nəticədə mən də insanam. Mənim də həyatda səhvlərim olub, günahlarım olub. Bəlkə də bundan sonra da olacaq. Amma mənim də hər insan kimi qırmızı xəttim var. Yəni tam səmimi danışacağam. And olsun Allaha ki, mən öz canımı qurtarmaq üçün etdiyim hər hansı bir cinayətlərin üstünü ört-basdır eləmək üçün, mən öz övladlarımı heç vaxt qurban verməmişəm, qabağa verməmişəm, arvad uşaq olsun, belə bu cür olmamışam da mənim. Mənim bu adlarını qeyd elədiyim ağsaqqallarla fərqim budur. Mən indi yeni paylaşılan videoları çox kütlə şəklində izlənmir. Və məni izləyənlər də görürlər ki, mən olaraq klan adı vermişəm, klan üzvləri. Bu insanlardan mən öz canımı qurtarmaq üçün, canımı deyəndə ki, əsas insanın şəxsiyyətidir. Mən şəxsiyyətimi, təmiz adımı qurtarmaq üçün, mən öz zəkamla bütün bunları göstərirəm və göstərməyə də davam edirəm. İnanın ki, hal-hazırda mən tarixdə demişəm, hal-hazırda oturmuşam kompüterin qabağına, 1-2-3 saat olarda oturmuşam, ancaq bunu fikirləşirəm. Belə deyil, tam səmimi deyirəm ki, yaxşı ki, bütün bunlar olub. İndi mən bunların hamısını danışmaq istəyirəm. Həqiqətən bütün bunlar hamısı yaxşı ki, mənim həyatımda baş verib. Deyirəm ki, yaxşı ki, 2008-ci ildə, 18 yaşım var idi də, yaxşı ki, o hospitalda mənə migren diaqnozu qoydular. Bu bir. Və yaxşı ki, bu ağsaqqallar dediklərim, onlar bu hospital sənədini gizlədib, Astarada həkimlərlə əlbir olaraq mənim adıma 12 parmaq xora yazva xəstəliyini yazdılar. O diaqnozu qoydular. Və deyirəm ki, mən öncəki videolarda bir çox şeylərin təfərrüatlarını danışıram. Amma yenə dediyim kimi, parçalar yeni birləşib. Və mən 2014-cü ildə yaxşı ki, imtina eləmişəm. Heç bir şeydə məlumatım olmadan belə mən yaxşı ki, imtina eləmişəm bu işdən. Bu faktdır. Və deyirəm ki, yaxşı ki, 2016-cı ildə bu klan üzvləri məni aldadaraq, torpaq və s. adları ilə məndən etibarnamə aldılar. Və hələ yaxşı ki, 2016-cı ildə mənim adıma yenə də bu mövzunu məndən gizlədərək, adıma yenidən ikinci qrup açaraq dövləti soymağa başladılar. Bilirsiniz nəyə görə deyirəm, yaxşı eləyiblər, yaxşı ki, oldu. Çünki mən başa düşürəm ki, hər bir şeydə bir hikmət var. Və yaxşı ki, 2021-ci ildə dövlət islahatları, böyük islahatlar başladı bu işlərlə bağlı. Hepsi prokurorluq elektron sistemləri və s. bunlar ciddi şəkildə oldular, işə düşdülər. Və yaxşı ki, bu yaşlı qurdlar 2021-ci ildə dövlətin bu yoxlamalarından, qorxularından panikaya düşərək, o 1-2 il həbsdən qorxaraq, başladılar o bütün çirkli oyunlarını həyata keçirməyə, dövriyyəyə buraxmağa. İndi mən fikirləşirəm ki, onlar o həbs qorxusundan bunları eləməsəydilər, günü bugün onların o saxta dindar maskaları, ağsaqqallıq maskaları, biz ailələri, biz ailə övladlarımızı düşünürük, ağsaqqallıq da, bir sözlə, maskaları, o maskaların altında gizlənən o çirkin əməlləri, niyyətləri, fikirləri, əməlləri. Bütün bunlar hamısı gizli qalardı. Hər kəs onları normal bir insan kimi tanıyardı. İndi baxın, burada diqqətlə qulaq asın. Bu insanlar məni komissiyadan gizlətmək, o komissiyadan gizlətmək üçün məni, onlara prokurorluqdan zəng gəlməsin deyə hər bir şey elədilər. Mənə müayinəsiz psixotrop dərmanların verilməsi, icraçı direktorlar, Nur kimi Rövşən abi ilə məni 2 dənə dəlixanaya aparmağı, oradan bir şəkildə məni oraya yatıstırmaq üçün yollar axtarmaqları, öncəki videolarda deyirəm, hamısı gözümün qabağında olublar. Nə bilim, məni Rusiyaya göndərməkləri, sonra o Rusiyaya bu şeyləri eləyə-eləyə arxa planda mənim bank 1500 manatlıq bank borcumu, sonra digəri 10.000 manatlıq bank borcumu, hansı ki, özüm alıb onları mənə veriblər, illərlə mən götürmüşəm kreditlər, ödəmişəm də. Onlarda iştirak edərək orada ruhi xəstə yazmaqları,
yəni bu bank məhkəmə mövzusunu mən digər videolarda danışmışam. İndi də ora gətirmək istəyirəm şeyi. Yəni işin bank borcum məhkəməyə getsin, məhkəmədə mən olmadan iştirak eləsinlər, ora ruhi xəstə yazsınlar və yəni çox istədikləri bu ola bilərdi. Zaten bunların heç bir həyata keçməyib, yəni reallaşmayıb onların istədikləri. Yəni məhkəmə qərar versin ki, Mənsur borcu ödəyə bilmir. O yəni bu cür yəni hakim, yəni məhkəmə sənədi sənəddir, yəni rəsmi sənəddir. Təsdiq eləmiş olsaydı, onlar da o şeylə komissiyaya gedib qoyacaqlar stolun üstünə ki, baxın, məhkəmə belə qərar verib ki, Mənsur ruhi xəstədir və o öz ödənişlərini, yəni bu çox ciddi bir məsələdir. Yəni bu indi davamını gətirəcəm. Yəni burada məsələ nədir? Yəni məsələ sadəcə o deyil. Yəni məsələ çox genişdir. Yəni təsəvvür elə banka olan borcun məhkəmədə bu proseslər gedir. Bunlar da komissiyaya götürüb aparırlar o sənədi, deyirlər ki, baxın, məhkəmə təsdiq edib bunu, bu borcunu ödəyə bilmədiyini, yəni ruhi xəstədir, borcunu da belə ödəyə bilmir, yəni hakim buna imza atsaydı. Yəni belə vəziyyətdə o insanın necə siz mədəsini yoxlaya bilərsiniz kimi şeylər. Çünki 13 il mədə xorası ilə alıblar axı, o şeylərə aktiv ediblər, ikinci qrupu. Yəni bir sözlə öz cinayətlərini məhkəmədə, dövlətin məhkəməsində cinayətlərini, yəni bu cür qalxan kimi də, yəni bunun üçün birinci 1500 manatlıq yəni o işi yoxladılar, testdən çıxartdı, keçirdilər. Öncəki videolarda bunların bütün təfərrüatlarını danışıram. Və o işi apellasiyaya apardılar. Gördülər ki, alınmadı, icraya getdi iş. Bu onların yoxlanışı idi, birinci test mərhələsi idi. Sonra da keçdilər ikinci mərhələyə, 10.000 manatlıq. Yəni orada da öncəki videolarda deyirəm, mənə qol çəkdirmək istədilər, qol çəkmədim. Necə, nə cür digər videolarda var. Yəni bu fırıldağı da yenidən eləməyə çalışdılar. Yəni mən qol çəkeyim, bir şəkildə o məhkəmə onların o birinci dəfə qərar almadığı şeyi ikinci dəfə eləsin. Yəni ikinci dəfə böyük işdəki mənim qol çəkməyimi ona görə onlara lazım idi. Qol çəkim. Yəni başqa səbəblər də var, araşdırıram. Və hər şeyi qeydə alıram. Yəni yenə də o plan da baş tutmadı və iş icraya getdi. Və əlavə olaraq da mən araşdırmışam. Yəni o bank 10.000 manatlıq bank prosesində onlar deməli 10.000 manatdan narazılıq ediblər. Yəni çoxdur məbləğ. Çünki 10.000 manatdan yuxarı böyük iş sayılır. Yəni onun məbləğini aşağı salmağa çalışıblar. Yəni məbləğ çoxdur deyiblər. Yəni öncə məbləği aşağı salmağa çalışıblar ki, o radara düşməsin də, yəni böyük məbləğdə axı. Orada nə danışıblar, necə eliblər, necə eləmiblər, 10.000 manatlıq məbləği qismən aşağı salıblar. Yəni borc aşağı düşsün, təki söhbət o cür böyüməsin, yəni. Yəni dövlət mənim o sağlam dövriyyələrimi, yəni araşdırmasın, bu tip şeylər var araşdırdığıma görə. Yəni onların bu bank mövzuları ilə məhkəmələri iflasa uğrayandan sonra digər məhkəmə prosesləri, hansı ki, digər videolarımı araşdıranda görəcəksiniz. Hansı yollarla necə. Yəni digər videoların bu bank məsələsinin bir ardıdır. Kimlər, nə, necə, artıq əlavə şərhə ehtiyac yoxdur. Eyni məqsəd dövlətdən oğurlanan pulun üstünü ört-basdır eləmək. Bir məqsədə qulluq edir. Bu işlərdə kimlərin necə, nə cür alət etdikləri də düşünə bilən hər bir insanlar bunları başa düşəcək. Yəni istənilən bir mövzuda mən geniş təfərrüatlı hər şey danışa bilərəm. Amma bəzi şeylər var ki, orada insan durmaq istəyir, durmalıdır övladlar mövzusuna görə. Çünki mənim yeganə, yəni ki, yəni nə demək istəyirəm, mən bunu tam səmimi deyirəm, yəni mənim övladlarım, yəni Allah uzaq eləsin, olmamış olsaydı, mən tam fərqli bir insan olardım. Yəni mən tam fərqli şəkillərdə bu işləri aparardım. Bu cür zəka ilə, ağılla, səbirlə aparmazdım bu mövzuları. Yəni çünki digər videolarda deyirəm, amma məqsədim övladlarım, digər şeylərdə də mən qeyd eləmişəm. Yəni övladlarımdır. Yəni mən yəni gedən prosesləri, yəni daxildə gedən proseslərin nə olduğunu hələ insanların çoxu görmür deyə, yəni bu məsələnin hansı şəkildə, hansı formalarda məişət mövzularına çəkməyə çalışdıqlarını da mən görürəm, qeyd edirəm. Sadəcə onların istədikləri kimi o məsələnin miqyasını dəyişmək, yəni o cür dəyişmirəm, yəni dəyişmək isti fikrim yoxdur, amma qeyd edirəm hər şeyi. Vaxtı var hər şeyin. İndi bu məişət mövzusuna toxundum. Onu biraz sonra danışmaq istəyirdim, etapla danışmaq istəyirdim. Yəqin ki, videolarıma baxanlar aydınlaşacaq olar üçün. Yəni təsəvvür edin, bu boyda faktlar var ortada, bu boyda böyük mövzular var. Yəni ağlınıza gəlməz də, yəni ki, etdikləri təxribatlar, yəni o çarəsizlikdən gəlir. Yəni görürlər ki, mən o kağız-küğuzla məni ruhi xəstə çıxarda bilmədilər, problemli çıxarda bilmədilər. Hətta o narkoman mövzusunda belə, yəni ki, çünki ortada tibbi ekspertiza var. Yəni artıq yəni öncəki kimi işləmir heç nə şeyləri. Yəni demək olar heç bir elədikləri şeylər əvvəlki kimi işləmir. Yəni hal-hazırda son günlər daxil, yəni 4-5 günün içində yəni necə bir yollara əl atdıqlarını mən qeydə alıram, amma yəni onlar haqqında danışmayacağam. Dediyim kimi onlar onu istəyirlər çünki məsələni məişət mövzusuna dartmağımı. Yəni ki,
məqsədləri odur ki, məsələni qazan-qaşığa çəkim. Yəni, bu nə deməkdir? Bu, yaxın çevrələrin, məsəl üçün, qohumlar və s. yaxın çevrələrin gözünə yəni, kül üfürürsən də elə bil ki, bu işlərlə. Yəni, məqsəd nədir? O, həmən cinayətləri, yəni o cinayətlərdən yəni, yayındırmaq mövzunu. Yəni, əmin eləyə bilərəm sizi ki, yəni, uşaqları bu işlərdə hal-hazırda hansı yollarla alət edirlər. Yəni, bilərəkdən necə bir süni problemlər yaradırlar, bunu bilirəm bir Allah. Yəni, evdə qida və s. yəni, uşaqların yəni, ruzisindən belə, yəni, onlar yəni, tam arxa planda qalıb da hal-hazırda onlar üçün uşaqlar, yəni, o mənəvi şeylər yəni, tam itib də, yəni, bunu əminliklə deyə bilərəm. Amma sadəcə yəni, bunları ətraflı danışmayacağım, çünki mövzunu istəyirlər ki, məişət mövzusuna gətirsinlər. Sadəcə həssas yerim olduğuna görə və müəyyən şuuraltı da olsa, üstürə örtülü də olsa, bəzi şeyləri o yaxın çevrəyə, məni tanıyan insanlara çatdırmağa çalışıram ki, bu tip şeyləri eşitsəz belə gülün keçin sadəcə olaraq. Yəni, başqa bir söz demirəm, amma gülün keçin. Yəni, məni ev davası edən məişət bu mövzulara dartmaq üçün hər bir oyundan çıxırlar. Yəni, övladı belə, yəni ki, yəni, körpələri belə, yəni, asanlıqla alət eləməyə eləyirlər, yəni. Onların boğazından kəsəcək dərəcədə. Əminliklə deyirəm, yəni bunu. Yəni, məni tanıyanlara demək istəyirəm ki, sırf yəni, məni tanıyan insanlara yaxın çevrəyə demək istəyirəm ki, bu yeri. Yəni, sabah sizə kimsə, yəni, bunların çünki metodları bu cürdür, yəni, ailə uşağı araya qatmaq. Yəni, bunlar, yəni, sabah sizə yaxınlaşıb, yəni, yaxın çevrələrindən söhbət gedir. Yaxınlaşıb ağlaşma və s. qursalar, yəni, evdə pul, ərzaq və s. yəni, deyirəm axı, yəni, 13 il cinayəti orada daxmağa çalışırlar, yəni, onunla diqqəti yayındırmağa çalışırlar. Yəni, bu cür şeylər olsa, sadəcə bunu demək istəyirəm ki, gülün keçsin sadəcə olaraq. Hər şeydə qeydə alınır. Sadəcə onun vaxtı deyil, onun yeri deyil ümumiyyətlə. Yəni, ona görə deyirəm ki, yəni, yaxşı ediblər, bunları elədilər. Həqiqətən yaxşı elədilər. Yəni, hal-hazırda bəlkə də uşaqlar bəlkə də onların hal-hazırda təxribatlarına bir şəkildə alət olunurlar. Amma bir şey var ki, 3-5 ildən sonra mən oldum, olmadım, fərqi yoxdur. O uşaqların həyatı tamamilə fərqli olacaq, qurtulmuş olacaqlar onlar bu sistemdən. Çünki o uşaqlar bu yaşlı qurtların cızdığı yolla getməyəcəklər. Yəni, o mühitə qarışmamalı, qarışmayacaqlar, inşallah. Yəni, nəinki mənim övladlarım, elə o klan üzvlərinin elə nəvələri belə, yəni, onlar belə faktları görəcəklər. Onlar belə babalarının necə bir insan olduqlarını biləcəklər, faktlarla biləcəklər. Hər kəs öz əkdiyini biçəcək. Bəli, elədir, yaxşı ki, bunlar oldu. Hamısı qeyd dediklərimin hamısı yaxşı ki oldu. Bank məsələləri və digər məsələlər hamısı yaxşı ki oldu. Yəni mənim üçün qurtuluş, yəni qurtulmaq bilirsiniz nədir? Mənim üçün qurtulmaq. Mən sabah həbsdə də ola bilərəm. Hər bir şey ola bilər. Yəni həyatımı da dəyişə bilərəm. Hər bir şey dəyişə bilərəm. Hər bir şey dəyişə bilər. Başqa istiqamətlərə də gedə bilər. Yəni bütün bunların mənim üçün heç bir önəmi yoxdur yəni. Əminliklə deyirəm, önəmi yoxdur. Əsas odur ki, bu 15-16 ildə bu qaranlıqda gizlənən şeylər ortaya çıxdı, gün işığına çıxdı. Mənim üçün ən azı bu önəmli bir şeydir. Bilirsiniz necədir? Yəni bu bank məhkəmə prosesində ruhi xəstə yazmaq məsələsi çox ciddi bir məsələdir. Bu sadəcə mənim məsələm deyil. Təsəvvür edə bilirsiniz, mənim kimi nə qədər insanlar var Azərbaycanda. Bu cür yəni mövzularda. Bu cür insanlar tərəfindən bu cür yəni şey olur. Yəni o 2021-ci ildə dövlət islahatları başlayandan sonra, yəni bütün o gedişatlar sadəcə olaraq dövlətdən mənimsənilən, yəni oğurlanan pulların, yəni onların bir dənə qarşısına alınmayıb ki, yəni. Fakt odur ki, mənim üçün, mən bunu fakt kimi görürəm, faktdır. Mənim kimi insanların, yəni mənim kimi belə deyək, yəni aldanıb bu vəziyyətdə olan insanların, yəni həyatları da qurtulub 2021-ci ilin dövlət o həmən islahatlarından sonra. Bu faktdır. Yəni bütün bu şeylər gün üzünə çıxıbsa mənim üçün, yəni, bu mənə bəs eləyir. Məhəmməd Rəsul, Şaiq, Rövşən sizə deyirəm, siz bu oyunlardan çıxmasaydınız, o öncəki videoda danışıram. Sizin o 98-də, 97-də, 2000-də, 96-da o kənd cəmaatının, o saf insanların o əziyyətlə becərdiyi o mandarinləri, meyvələri aldadaraq onları alıb aparıb satıb, sonra onların pullarını verməməyi, kənddə həmən o qadınların, uşaqların o haqlarını yemişsiniz, ha. Gedib Rusiyada dağıtmışsınız o pulları. Mən bilmirəm, siz o pulları hara xərcləyirdiniz orada. O yazıq insanların qazancını əldə edərək. Elə biri də elə o da gizli qalacaqdı sizin bu oyunlarınız olmasaydı. Sizin saxta keçmişinizi, sizin o fırıldaqçı keçmişinizi heç kim bilməyəcəkdi. Nə ətraf biləcəkdi, nə də ki mənim övladlarım. Nə də mən, nə də başqaları. Yəni bu dərəcədə. Yəni ona görə deyirəm, yaxşı ki bunları elədiniz, yaxşı ki bu şeyləri həyata keçirdiniz, yaxşı ki qorxunuzdan 2021-də 1-2 il həbs qorxusundan panikaya düşərək bu addımları atdınız, mən üçün bu problemləri yaratdınız. Qadın, uşaq bilmədən hamısını səfərbər eləmişsiniz, eləyirsiniz, eləyəcəksiniz də. Əlbəttə ki, əvvəlki formada yox. Mənim üçün, yəni, səmimi olaraq demirəm, yəni, belə, yəni, mənim üçün bu həyatda
Yəni ən vacib bir şey mənim övladlarımdır. Yəni mən yalandan deməyəcəm, ay nə bilim, yox, ondan yuxarı belə din şeyindən ya digər hansısa bir mənəvi şey var. Onu yəni yalandan deməyəcəm mən. Yəni mənim üçün həqiqətən nə var onu deyirəm də, yəni. Mənim üçün övladlarımdır yəni. Ola bilər yəni mənim o övladlarım 13-15 yaşlarındadır. Onlar bir çox şeyləri hal-hazırda dərk edə bilmirlər. Normaldır bu. Yəni istəmədən, bilmədən, yəni şey olmadan sizin bu təxribatlara yəni ki, alət olurlar. Mən də yəni olmuşam. Amma ən azı mən bilirəm ki, 3 ildən, 4 ildən sonra yəni mən bu həyatda olsam da, olmasam da, hardan, necə, nə cür mənim övladlarımın inşallah həyatları xilas olacaq. Mənim balalarım böyüyəndə o çürümüş vicdanların, o yaşlı qurdların onların beyinlərini zəhərləməsi olmayacaq. Zəhərli bilməyəcəksə onların beyinlərini. Və o yaşlı qurdların beyinlərini zəhərlədiyi o orta yaşlı digər yəni böyüklərin də yolu ilə getməyəcəklər. Uşaqlar böyüyəcəklər, sənədlərə baxacaqlar, videolara baxacaqlar, paylaşılır videolar, yayılır, silinməz bir məqama gəlir. Hər şeyi araşdıracaqlar, analiz edəcəklər və nəyin nə olduğunu biləcəklər. Və uşaqlar böyüyəndə onların babalarının necə fırıldaqçı bir insan olduğunu biləcəklər. Yəni, necə bir qorxunc insan olduğunu biləcəklər onlardan hamı kimi. Ona görə deyirəm sizə, klan üzvləri, axsaqqallar, yaxşı ki məni o quyuya itələməyə çalışdınız. İndi də o qazdığınız quyuya özünüz düşəcəksiniz. Nə qədər məni aldatmışsınızsa, məni nə qədər oyunlara gətirmişsiniz fərqi yoxdur. Məndə olan zəkanın 10% sizdə yoxdur. 100% deyirəm.